izləyicilərimiz, bu videoda hansı ki özümün də vav, necə gözəldir dediyim bir ev təqdim eləmək istəyirəm. Ev Mərdəkandadır. Harada yerləşdiyini isə mənə zəng eləyərsiniz, mən sizə deyəcəm. Hansı ki həyəti çox genişdir, 5 sotun içində inşa edilib. 30 kvadratlıq yay və qış mətbəxi var həyətdə. Özünün içində manqalı, sanitar qovşağı, mətbəx mebeli var. Burada isə uzunluğu 8, eni 5 metr, dərinliyi 1,60 olan şəlaləli hovuzu yerləşir. Evi tam dövr eləmək mümkündür. Bura isə həyətin terasıdır, hansı ki mətbəxin önüdür. Daxil oluruq evin içinə. Evin ümumi sahəsi 180 kvadratdır. Burada 50 kvadratlıq belə bir qonaq otağı var. Çox işıqlıdır, çox zövqlə dizayn olunub. Çox ürəkaçan bir evdir. Burada isə həmən üzbəyüzdə 40 kvadratlıq belə bir xanımlarımızın sevimli məkanı, mətbəx, böyük bir mətbəx mebeli quraşdırılıb və terasa çıxış var. 3 yataq otağı var. Burada 30 kvadratlıq, özünün dolab otağı və sanitar qovşağı olan yataq otağı, hansı ki çox keyfiyyətli tikinti materiallarından istifadə olunub və çox zövqlə dizayn olunub. Burada ikinci 20 kvadratlıq yataq otağı və həmən yanında da üçüncü və sonuncu yataq otağı var. Bunun da ümumi sahəsi 20 kvadratdır. Burada isə evin ümumi sanitar qovşağı yerləşir. Gəldik videomuzun sonuna. Qaz, su, işıq daimidir, sənədlər qaydasındadır, kupçası da var. Qiyməti isə start olaraq 390 min manatdır, amma endirimlərimiz olacaq. Rüfət Aynur izləyicilərinə əlavə endirimlərimiz də olacaq. Bizi izləməyi və kanalımıza abunə olmağı unutmayın. Hələlik.